Təcrübəli Sovet sürücüləri Niyazilin radiatoruna süd tökürdülər. Adi süd ilə mühərrik yumaq bu zarafat deyil. Sovet sürücülərinin gizli bir sirri var idi. Qardaşım, antifriz yoxdursa, təzə sağılmış inəyin südü var. Bir vaxtlar Sovet yollarında elə sürücülər vardı ki, maşını heç vaxt ustaya yox. Demək olar ki, birbaşa evin mətbəxinə aparırdılar. Söhbət zil türk sürücülərindən gedir. O zamanlar radiatora nə gəldi tökürdülər. Məsələn, kran suyu, çay suyu. Elə olurdu ki, yağış suyunu premium paket kimi istifadə edirdilər. İndi təsəvvür elə, illərlə mühərrikin içi nə günə düşürdü. Maşın yoxuşa çıxan kimi tez-tez sürücünün başını xarab edib qızdırırdı. Amma bir gün kəndin ən ağıllı sürücüsü ortaya çıxdı və dedi: "Qardaşlar, bunun dərmanını tapmışam." Getdi fermaya, aldı bir bidon südü. Hamı buna baxır. Bu nə idi? Dəli olub. O da heç nə olmamış kimi südü radiatora tökdü və dedi: "İndi əsl şou başlayır." 1-2 gün maşını sürdü, heç nə olmamış kimi işləyir. Nə qızırdı, nə də ki özünü naza qoyurdu. Qardaşım, sürücü də öz kefində. Elə bil ki, təzə maşın alıb şərlənir. Sonra radiatoru açdı. Radiatordan elə bir qara iyrənc qalın tilk axdı ki, görənlər şokda idi. Sən demə o südün içindəki turşu bütün o illərin daşlaşmış tilkini yavaş-yavaş əritmişdi. Nə ustaya ehtiyacı qaldı, nə də ki bahalı kimyəvi maddələrə. Soruşsan bəs radiatorun içi az qala güzgü kimi parıldayırdı. O vaxtın sürücülər deyirdi ki, qardaşlar, biz maşını pul ilə yox, ağıl ilə saxlayırıq. Məncə düz deyirdilər. Çünki o dövrdə maşın sürmək təkcə sürmək deyildi. Biraz mexanik, biraz kimyaçı, biraz da kənd dahisi olmalıydın ki, bunlardan baş çıxara biləsən. İndi kimə desən ki, mühərrikə süd məhsulu tök düzələcək, dediyin adam səni servisə yox, psixoloqa göndərər ki, bunun başı qaçıb. Amma o vaxt bu bildiyin həyat qurtaran bir şey idi. Bəs sizin bildiyiniz ən qəribə usta hiləsi nə olub? Növbəti video hansı maşına aid gəlsin? Şərtdə yazmağı unutmayın. Sabahki videomu qaçırmamaq üçün o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanala abunə olmağı unutma. Sabaha qədər.